Gəl sözünü Bakıdan deyən o qəhbənin balası trollara çəkirəm bu videonu. Qubad bəy İbadoğlu alim adam idi. Londonda, universitetdə dərs deyirdi. Gəldi Bakıya. Nə oldu? Həbsə atdılar. Həyat yoldaşı deyir, ağlamaqdan gözlərim şişibdi. Nə olacaq? Heç nə, gedəcək sroka. 10 il 12 il verəcəklər. Niyə? Çünki Qəhbə Əliyevlərin, Paşayevlərin cinayətləri haqqında danışırdı. Mən də onlardan az danışmıram. Və mən çox təəssüf eləyirəm ki, o cürlə ağıllı insan, o cürlə ziyalı insan bunu bilərəkdən Azərbaycana getdi. Mən şəxsən getmərəm. Avropadan, İsveçrədən bax, cavalları görürsünüz. Qəşəng cənnətdə yaşayaraq, buradan elə sözümü deyirəm. Qoy trollar da, DTX naziri anası Qəhbəli Nağıyevdə, Batısının ruhuna soxduğum vilayət də, Paşayevlərdə yana-yana qalsın. Uzaqdan sözüm daha tutarlıdır, daha gedib 9'luğa dəyir. Bax belə.